Rəis Müftiyev təqdim edir. Həyatda hər kəsin öz qiyməti var. Hər baş zinət olmaz taza dünyada. Yaltaqlıq insana bir sənət deyil, uzalıq qalacaq uca dünyada. Düşsə 100 əmələ girsən 1000 dona, olar mı qarğadan yaşıl baş sona? Koroğlu deyilməz korun oğluna, olmaz hər əzizdən xoca dünyada. Bulağı suyunun gözü yaşadar, ocağı alovu közü yaşadar, yaşatsa söhbəti, sözü yaşadar, cavan Zəlimxanı qoca dünyada. Eşq olsun ustadımıza. Teşekkür ederim. Adı pünhan olsa da şəxsiyyəti və istedadı, qəlbinin genişliyi, dilinin şirinliyi, üzünün nuru, istiqanlılığı, yüksək ünsiyyət mədəniyyətindən bütün Azərbaycanda aşkar olan sevilən qardaşımıza salam olsun. Qığılcım ocağın bağrından qopar. Odun məhəbbəti köz dilindədir. Himcim, kirpi, alma, işarə, eyham. Baxış dilindədir, göz dilindədir. Kəhliyin dilində daş danışır, daş. Qəmin əsəridir gözümdəki yaş. Bizim dilimizdə nə var ki, qardaş, nə varsa Tanrının öz dilindədir. Gözəllər danışar mələk dilində, mələklər danışar fələk dilində, yazın təravəti çiçək dilində, qışın soyuqluğu buz dilindədir. Şirin nəğmələri dodaqlar sevər, həzin laylaları bulaqlar sevər, qarın ağılını uşaqlar sevər, ilahi sevgilər qız dilindədir. Büdürəməz köhləni, yorulmaz atı, nağıldır, dastandır ömrü, həyatı. Zəlimxan nə desə qoşma bayatı, Zəlimxan nə desə saz dilindədir. Saz dilində, söz dilində, sevgi dilində, məhəbbət dilində, təbiət dilində, Azərbaycan dilində, İsmailli dilində sana eşq olsun deyirəm. İnsan nə zaman bəxtəfər olur? İnsan nə zaman xalq sevgisi, el məhəbbəti qazanır? Təbiətdə təbiətin bir parçasına, cəmiyyətdə cəmiyyətin bir parçasına çevrilir. Yarpaq deyir mənim kimi yaşıl ol, torpaq deyir mənim kimi bərəkətli ol, çiçək deyir mənim kimi təravətli ol, çəmən deyir mənim kimi yaşıl ol, qar deyir mənim kimi saf ol, bulaqlar deyir mənim kimi billur ol, göylər deyir mənim kimi genişlən, zirvələr deyir məni kimi ucal. Ol, ol sözləri Allah tərəfindən haqqın dərgahında qəbul olunanda insan xoşbəxt olur. Bax, bugün işığına yığıldığımız bizim bu nurlu qardaşımız yarpaqdan, torpaqdan, bulaqdan, ətəkdən, zirvədən, çaydan, çeşmədən, çəməndən qidalana təbiətin bir parçasına çevrildi. Bugün burada adını çəkdiyi, şeirlərini oxuduğu şairləri sevə-sevə cəmiyyətin bir parçasına çevrildi. Və həm xalq oldu, həm təbiət oldu. Çox bir böyük gözəllikdir, böyük möhtəşəmlikdir. Milyon illərin təcrübəsi göstərir ki, ötəri keçəri şeylər unudulur, yaddan çıxır, nə dəftərdə qalır, nə kitabda qalır. Ancaq bu cür gecələrin iştirakçısı olanda, Pünhan İsmailli kimi adamları dinləyəndə deyirsən, yox, mənimlə getməyəcək bu dünya,
Öz yerində axşam səhər qalacaq, ağlayan da tapılacaq, gülən də. Yenə sevinç, yenə kədər qalacaq. Əzizləyər xonçasını, xonunu. Dünya hər il təzəliyər donunu. Görməsəm də mən zamanın sonunu. Yerdə axar, göydə ləngər qalacaq. Kim yedisə çörəyi tək, duzu tək. Əriyəcək o dağların buzu tək. Çox adamlar məliyəcək quzu tək. Çox adam yurdumələr qalacaq. Dərd daşıdım, qam yüklədim şələmə. Şeir yazdım, səsim düşdü aləmə. Ay Zəlim xan, yaxşı sarıl qələmə. Qalsa yenə bu nəğmələr qalacaq. Xalqın yaddaşında, tarixində, sazında, muğamında, iliyində, qanında o adamlar qalacaq ki, gözə görünməz Allahın yeryüzündə yaratdığı gözə görünməz sözün vurğunlarıdır. Gözə görünməz sözün aşıqlarıdır. Azərbaycanın böyük şairləri kimi, Azərbaycanın Musa Yaqubu kimi, Azərbaycanın Məmməd Arazı kimi, Səməd Vurğun, Hüseyin Arifi, Bəxtiyar Vahabzadəsi kimi. Yəni sözün sultanı olanlar zaman zaman könüllərin sultanı olacaq. Və bu sözün sultanlarına qulluq eləmək, xidmət eləmək çox böyük müqəddəslikdir. Bugün bütün şairlərin dilinlə danışan, bütün şairlərin gözünlə görən, bütün şairlərin ayağınla yeriyən, bütün şairlərin ürəyinlə çırpınan, bugün hamımızı dirildən və duruldan gözəl qardaşımıza eşq olsun. Üstadım eşq olsun. Təşəkkür edirəm. Çox sağ olun. Mənə elə gəlir ki, mənim ustadlarımın Musa Yaqubun, Zəlim xan Yaqubun bu sarayda əyləşməsi tarix lövhəsində qızıl hərflərlə həkk olacaq.